Yazırlar, ağa xütbə oxuyurdu. Xütbəsindən sonra bir nəfər gəldi, onun qulağına nəsə dedi, amma çox əcaib bir formada, yəni qəribə bir formada. Baxdılar ki, bu Bəni Adəmdən də deyir, Kufədə. Qulağına nəsə dedi, ağa da onun qulağına nəsə dedi, getdi. Cəmaatın gözündən də itdi. Ağadan soruşdular. Ağa, o kim idi, xütbəvi saxladın? Qulağına bir söz dedi, sən də onun qulağına bir söz dedin və getdi. O heç oxşatdıq ki, Bəni Adəmdən də deyildi. Dedi, bəli, o Bəni Adəmdən deyildi. Cin tayfasından idi, cinlərin qazısı idi. Bir məsələdə müşkülü çıxmışdı, həll eləyə bilmirdi. Gəldi mənim qulağıma dedi, mən də cavabını dedim, getdi. Ağa orada buyurdu. Dedi, əgər bir qəzavət məclisi qurulsa, məhkəmə, Tövrət əhlinə Tövratla, İncil əhlinə İncillə, Zəbur əhlinə Zəburla, müsəlmanlara da Quranla hökm eləyərəm.